Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının bugün 27-si, həftənin şənbə günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Dekabrın 8-dən bəri Günəşdə müşahidə olunan ən güclü alışma qeydə alınıb. News 365 saytı xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası açıqlama yayıb. Bildirilib ki, səhər saatlarında Günəşin şərq kənarında M5-1 səviyyəli əsas alışma baş verib. Alışmanın gücü maksimal X sinfinin təxminən yarısına bərabər olub. Pik radiasiya Bakı vaxtı ilə saat 5:50-də qeydə alınıb. Alimlərin fikrincə Günəş aktivliyinin əsas zirvəsi yeni il bayramları dövrünə təsadüf edə bilər. Lakin hazırki mərhələdə maqnit qasırğalarının və parlaq qütb işıqlarının yaranma ehtimalı aşağı qiymətləndirilir. Buna səbəb aktiv günəş bölgələrinin yer-günəş xəttindən xeyli kənarda yerləşməsidir deyə alimlər bildirirlər. Onda deyək ki, alimlərin qənaətinə görə, fikirlərinə görə bu kimi hava şəraiti, təbii hadisələr, günəşdə baş verən təbii hadisələr insan orqanizminə də təsir edə bilir. Bu baxımdan ehtiyatlı və tədbirli olmaq məsləhət görülür.